Salam, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasının canlı efirində Hədəf Analitik İnformasiya proqramına baxırsınız. Amerika Birləşmiş Ştatları ilə Çin münasibətləri əlbəttə ki, müasir dünyada olduqca böyük əhəmiyyətə malikdir. Çünki iki faktiki olaraq super güc yeni dünya düzəninin formalaşmasında həlledici rol oynayan ölkələrdən hesab oluna bilirlər. Həmçinin də onu vurğulamaq lazımdır ki, indiki şəraitdə davam edən Rusiya-Ukrayna savaşı, həmçinin İranla Birləşmiş Ştatlar, İsrail arasında mövcud olan gərginliklər də əlbəttə ki, cənab Trampın Çinə səfəri zamanı müzakirə olunacaq məsələlərdən hesab olunur. Eyni zamanda o da faktdır ki, Çinlə Birləşmiş Ştatlar arasında iqtisadi münasibətlərə dair də müəyyən müzakirələr aparılmalıdır. Özəlliklə də iki ölkə arasındakı ticarət dövriyyəsindəki fərqlər, Çinin xeyrinə olan müsbət saldo Birləşmiş Ştatlar razı salmır. Ona görə də bununla bağlı da müzakirələrin olacağı şübhəsizdir. Həmçinin onu da vurğulamaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında mövcud olan hazırki münasibətlər, onun gələcəyi necə olacaq? Ermənistanda yaxınlaşan seçkilər, yəni parlament seçkiləri böyük ölçüdə bu suala cavab vermək üçün bir misallardan hesab edirlər ekspertlər, əziz tamaşaçılar. Çünki revanşistlər Paşinyanı ciddi şəkildə itham edirlər. Hətta müharibə ritorikası ilə çıxış edən erməni siyasətçiləri də mövcuddur. Bütün bunlar bölgədə, Cənubi Qafqazda hansı hadisələrə səbəb ola bilər? Bütün bunları yaxın 1 saat 20 dəqiqə ərzində qonaqlarımızla müzakirə edəcək, hörmətli tamaşaçılar. Vüqar İskəndərov, Azərbaycan parlamentinin deputatı. Xoş gəlmişsiniz Vüqar müəllim verilişimizə. Anar Əliyev, politoloq. Anar müəllim, siz də salamlayıram proqramımızda və Elnur Ənvəroğlu, siyasi şərhçi. Elnur müəllim, siz də xoş gəlmişsiniz verilişimizə. Vüqar müəllim, sizin fikrinizcə Donald Trampın Çin Xalq Respublikasına bu səfəri zamanı qarşısına qoyduğu məqsədlərə çata biləcəkmi? Özəlliklə də bunun həm siyasi tərəfi var, iqtisadi tərəfi var. Proqramın girişində zaten bu barədə danışdıq, söz sizindir. Düşünürəm ki, bu artıq uzun müddət gözlənilən bir səfər idi və səfər öncəsi təbii ki, tərəflər, protokol və digər məsələlər uzun müddətdir ki, həll olunmağa doğru gedirdi və artıq bu səfərin başlaması onu deməyə əsas verir ki, iki super güc dövlətin rəhbərləri bir çox vacib həm iki tərəfli, həm dünya üçün regional və qlobal anlamda baş verən proseslərə öz mövqelərini bildirəcəklər və çözüm yolları axtaracaqlar. Ən əvvəla düşünmək lazımdır ki, Trump siyasi məsələlərdən daha çox iqtisadi tərəflərə diqqət yetirən siyasətçidir, dövlət başçısıdır və hal-hazırda dünyanın ikinci iqtisadiyyatı olan Çindəki bu sıçrayış Birləşmiş Ştatları narahat edir. Bu uzun müddətdir ki, Trumpın hakimiyyət gəlişindən biraz sonra ilk tezislərində, hətta Rusiya-Ukrayna müharibəsi fonunda və digər qlobal həm iqtisadi, siyasi problemlərin içərisində çözüm axtaranda baxırsan ki, bütün yollar Çin tərəf aparır. Yəni, Birləşmiş Ştatlar prezidentinin və Ağ Evin siyasətində bir Çin faktoru kənarda ayrıca durur və onu artıq əzəli rəqib kimi qəbul edir. İkinci məsələ, Çinin Birləşmiş Ştatlar iqtisadında kifayət qədər təsir uçaqları mövcuddur. Bu, elektrotexnika məsələləridir ki, mən şəxsən özüm onun şahidi olmuşam ki, Birləşmiş Ştatların bütün şəhərlərində, ştatlarında ən böyük marketlərin biz baxsaq, oradakı əgər sənaye, texnoloji məsələlərdirsə, 90%, %90% Çin məhsullarıdır və bu Birləşmiş Ştatlar insanları artıq bu, hətta bu texniki avadanlıqlara, məhsullara bir növ öyrəşiblər. Amma Birləşmiş Ştatlar prezidentinin gələndən sonra 60% tarif məsələsi Çinlə artıq bir növ iqtisadi müharibənin olunmasına bənzədi. Düşünürəm ki, bu dəfəki mövzular birincisi iqtisadi məsələ olacaq. Yəni, Çinlə Birləşmiş Ştatların bir bazarlıq məsələsi olacaq, sadə dilə desək. Yəni, Trump dolu portfellə gedir, onun təşrifləri var. Bu, ixrac-idxal məsələləri, ticarət dövriyyəsinin siz demişik artırılması məsələsi var. Təbii ki, bu öz yerində. İkinci, əlbəttə ki, bu siyasi məsələlər var və
hərbi təhlükəsizlik məsələləri var ki, hal-hazırda İranla olan Birləşmiş Ştatlar, İsrail qarşı durması və burada Çin faktoru ortadadır. Bunu Birləşmiş Ştatlar bilir və İranın qısa vaxt ərzində özünə gəlməsi, yəni siyasi, hərbi establishmentin öldürülməsi, bir növ İranın özünü itirməsindən sonra biz bir dirçələn, cavab verən, mübarizə aparmaq əzmi olan İranı gördük. Təbii ki, onun arxasında Çinin olması bir faktor. Bunu Birləşmiş Ştatlar prezidenti bilir. Düşünürəm ki, məsələlərdən biri də bu olacaq. Və təbii ki, Tayvan məsələsi var ki, bu Birləşmiş Ştatların əlində bir rıçaqdır Çinə təsir etmək üçün. Düşünürəm ki, Donald Trump nələrisə almaq üçün həmin kartdan da istifadə eləməyə çalışacaq. Bəli, təşəkkür edirəm Vüqar. Mən davam edərik. Madəm Birləşmiş Ştatlar prezidentinin məqsədləri haqqında danışdınız, Donald Trump bu elə səfər zamanı nə deyib? Washington İranla yalnız Amerika Birləşmiş Ştatları üçün sərfəli hesab edilən sülh sazişi imzalayacaq. Çin sədri Si Jinpinglə görüş zamanı İran ətrafındakı vəziyyəti geniş şəkildə müzakirə etməyi planlaşdırıram. Düşünürəm ki, bu barədə söhbətimiz uzun olacaq, deyir Anar müəllim, Amerika Birləşmiş Ştatlarının lideri. Bu bəyanatı, yəni bu üç cümlədə əslində çox məna var. Bəli. Bax, siz öz pəncərənizdən baxanda hansı mənaya gəlir? Xüsusilə də ikinci cümlə ki, Çin sədri Si Jinpinglə görüş zamanı İran ətrafındakı vəziyyəti geniş şəkildə müzakirə etməyi planlaşdırıram. Niyə Çin rəhbəri ilə bunu geniş şəkildə müzakirə etmək istəyir? Təşəkkür edirəm. Hörmətli millət vəkilimiz çox maraqlı səfərlə bağlı məsələləri təhlil etdi. İcazənizlə mən ora Vüqar müəllim fikirlərinə bir əlavəni qeyd edeyim. Sonra bu çox maraqlı bir istiqamətə də toxunarıq. Bəli, Çinin səfər zamanı bir çox məsələlər müzakirə olunacaqdır. Amma unutmaq olmaz ki, siz çıxışda da qeyd etdiniz. ABŞ-ni bugün ən böyük narahat edən məsələ ticarətdə olan ABŞ-nin xeyrinə mənfi saldodur. Bu çox ciddi şəkildə ABŞ-ni narahat edir və hər keçən il bu mənfi saldo daha da artmaqdadır. Çinin xeyrinə isə müsbət saldo davamlı olaraq böyüməkdədir. Hətta Donald Trump birinci hakimiyyəti dövründə özündən əvvəlki hakimiyyəti və indi isə ikinci hakimiyyətdə isə Biden administrasiyasını ciddi şəkildə tənqid edirdi ki, bizim hegemoniyamıza başlıca təhdid ola bilən qüvvəni kənara qoyub biz gücümüzü başqa istiqamətlərə, xüsusilə də Rusiya məsələsini çox ciddi şəkildə tənqid edir. Bunu əlavə etmək istəyirdim. Çox əhəmiyyətli bir məqam idi. Əslində Vüqar müəllim toxunmuşdu. Burada isə vacib məsələ nədir? Bilirsiniz, ABŞ prezidenti Çinə səfəri zamanı da qeyd edirdi ki, biz bir sıra məsələləri, eyni zamanda da Tayvan və İran məsələlərini müzakirə edəcəyik. Çünki ABŞ İranla bağlı planlarına ciddi şəkildə böyük həcmdə nail ola bilməyibdir. Burada başlıca faktor Çin və Rusiya faktorudur. Bunu heç bir halda unutmaq olmaz. Ona görə də İranla bağlı məsələlər, İranla bağlı qarşıya qoyulan planların reallaşması üçün Rusiya ilə və ya Çinlə hər hansı bir formada bazarlığın əldə olunmasından asılı olaraq İranla bağlı proseslər Çin yaxud da Rusiya masasında əsas bazarlıq predimentinə çevriləcəkdir. Unutmayaq ki, Donald Trump səfər öncəsi Rusiya bu il ərzində Rusiyada səfər edə biləcəyi ilə bağlı fikirlərini səsləndirdi. Mən hesab edirəm ki, məhz həm Çin masasında, həm də Rusiya səfər ediləcəksə, Rusiya masasında əsas müzakirə ediləcək və bazarlığa çıxarılacaq predmetlərdən, məhsullardan biri, hədəflərdən biri İranla bağlı olacaqdır. İran kimin kurasiyasına veriləcəkdir, İran kimin nəzarətinə veriləcəkdir və bundan sonra İranla bağlı proseslər kimin vasitəsilə tənzimlənəcəkdir. Çünki ABŞ-nin yaxın şərq, orta şərq siyasətində İranın güclü şəkildə bir qüvvəyə çevrilib proseslərə müdaxilə etmə imkanları, xüsusilə də ABC-nin və onun əsas dayağı olan İsrailin maraqlarına toxunma gücündə qorunub saxlanmasını qəbul etmək istəmir və qəbul etməyəcəkdir. Atılan addımların da əslində bir hədəflərindən də biri bu idi. Bax, bu üç cümlədə ən azı iki dəfə İranın adı çəkilir. Yəni, Washington İranla yalnız ABŞ üçün sərfəli hesab edilən sülh sazişi imzalayacaq. Bir də Çin rəhbəri ilə İranı müzakirə edəcək deyir.
biz danışdıq burada iqtisadi məsələləri dedik, siz də dediniz 500 milyarda qarşı səhv etmirəmsə 200 milyard ya 300 milyard fərq var. Bəli. Mənim saldo var. Bəli. Yəni Çinin xeyrinə nədir fərq? Bəli. Bütün bunlar qalıb. Üstəlik də orada bilirsiniz, yəni Çin Amerika iqtisadiyyatında dövlət istiqrazları, yəni xeyli hissəsi 600 milyard dollara yaxını təxminən Çinin əlindədir. Onlar hamısı bir kənara, amma buna köklənib. Bax, sual budur ki, nə üçün indiki şəraitdə buna köklənib? Məsələ ondadır ki, Trump həm birinci hakimiyyəti dövründə, xüsusilə də ikinci hakimiyyəti dövründə deməli, ötən il qəbul edilən təhlükəsizlik konsepsiyasında düşmən kimi qeyd olunmadı, düşmən kimi qeyd olunmayıbdı. Amma rəqib və onun qlobal hegemoniyasına başlıca təhdid kimi yalnız Çin göstərilirdi. Bir nömrəli rəqib Çin göstərilir. Bəli, rəqib. Amma unutmayaq ki, məsələn, deməli 2020-ci ilin mart ayında Biden administrasiyası dövründə keçid dövrü üçün təhlükəsizlik konsepsiyası qeyd olunmuşdu və orada o qəbul olunmuşdu. O təhlükəsizlik konsepsiyasında Rusiyada ən böyük təhdidlərdən biri kimi qiymətləndirilirdi. Məsələn, İran qiymətləndirilirdi. Hətta Türkiyədə dolayısıyla yolla Türkiyə faktoru da vardı və s. Amma Trump başlıca rəqib kimi məhz Çini götürür və Çinin güclənməsinə xidmət eləyəcək bütün istiqamətlərdə o münbit şəraiti dəyişməyə çalışır. Başlıca olaraq nədir? Məsələn, Venezuela ilə bağlı proseslər. Venezuela daha ucuz, sanksiya altında olan nefti daha ucuz şəkildə məhz Çin bazarına çıxarırdı. İran çox böyük həcmdə, müharibəyə qədər 28 fevrala qədər 1.3, bəzi hallarda hətta 1.6 milyon barelə qədər nefti Çin bazarına çıxarırdı, Çin alırdı, yaxud da Hindistan alırdı. İndi isə məhz Rusiya bu proseslərdə iştirak edir. Görürsünüz, Donald Trump mümkün bütün variantlardan istifadə edərək istənilən senariyə uyğun olaraq Rusiya ilə müharibəni, Rusiya-Ukrayna müharibəsini bitirib, Rusiya ilə rəqabətə deyil, Rusiya ilə iqtisadi əməkdaşlığa can atır. Bəzi rəqəmlərdə hətta Trump tərəfindən, Trump administrasiyası tərəfindən 100 milyardlara, trilyon dollara dayanan iqtisadi layihələrin birgə iqtisadi layihələrin həyata keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilir, anonslar verilir. Nə üçün? Çünki səbəb ondan ibarətdir ki, bugün Rusiyanın xam malı sanksiyalar altında olduğu üçün istehsal məhsuluna çevrilə bilmir, sənaye məhsuluna çevrilə bilmədən birbaşa bazara, xüsusilə də sanksiya altında olduğu üçün Çin bazarına çıxarılır. Və bu gün açıq dünyada açıq şəkildə qeyd edilir ki, Rusiyanın xam mal məhsulları Çin iqtisadiyyatının başlıca aparıcı gücünə çevrilibdir. Çünki bu rəqəmi də səsləndirim. Təsdiqlənmiş məlumatlara əsasən dünyanın işlənməmiş təbii sərvətlərinin 20%-dən çoxu, yalnız 20%-dən çoxu yalnız bir ölkədə, Rusiyada yerləşir. Və bu xammal bugün Çin iqtisadiyyatı üçün ən başlıca baza rolunu oynayır, xammal rolunu oynayır və Çin iqtisadiyyatı bundan daha uğurla istifadə edərək daha ciddi nəticələr əldə edir, böyümələr əldə edir. Müəllim, iki dövlət, Çin və ABŞ dünya iqtisadiyyatının təxminən 50%-ni təşkil edir. Az qalır. Bütövlükdə dünya ölkələrinin cəmi iqtisadiyyatının təxminən 50%, 45-47%-dir və böyüməkdə davam edir. İki dövlət təşkil edir və bu iki dövlət arasındakı ciddi rəqabət digər sahələrə, digər regionlara, ayrı-ayrı dövlətlərin iqtisadiyyatlarına birbaşa təsir edir. Ona görə də Çinlə Rusiya ABŞ arasında əldə oluna biləcək razılaşmalar, danışıqlar, bu danışıqların predmeti çox əhəmiyyətli bir məsələdir və bütövlükdə dünya iqtisadiyyatına təsir edəcəkdir. Ona görə də İranla bağlı məsələlərin Trump'ın da o çıxışında qeyd etdiyi kimi, sizin də göstərdiyiniz kimi, 2 dəfə İran üzərindən vurğunun vurulması söhbət İran neftinin aşağı qiymətlərlə, sanksiya altında olduğu üçün aşağı qiymətlərlə dünya bazarına, yəni Çinə çatdırılması ilə bağlı məsələlərdir. Bundan sonra məsələ nə formada həll olunacaq? Bayaq dediyim kimi, Çinlə yaxud razılaşma əldə olunmasa, Rusiya ilə əldə oluna biləcək razılaşmaların nəticəsi nasıl olacaqdır? Bəli. Elnur müəllim, müzakirə olunan yəni məsələlər sadalanır. Ekspertlərimiz də, qonaqlarımız da zaten bu barədə danışdılar. Amma bu səfərin ana gündəm maddələrindən biri şübhəsiz ki, qeyd olunduğu kimi İran olacaq və İran ətrafında cərəyan edən proseslər olacaq. Hörmüz məsələsi xüsusilə önə gəlir. Yəni Hörmüzün bundan öncə də cənab Trump'ın zaten açıqlamaları var idi ki, mən Çindən istəyirəm ki, yəni Hörmüzün açılmasına dəstək versin, hətta Avropa ölkələrinə istəmişdi. İndi bu gündəmlə Çinə
həm də bu gündəmlə gedir. Bax, bunun perspektivini siz necə görürsünüz? İran, bəzi ekspertlər deyir ki, yox, buna heç vaxt getməz, çünki əsas Birləşmiş Ştatlara təzyiq vasitələrindən birinə çevrilib bütün bu proseslər, o cümlədən Hörmüzün bağlanması. Siz də belə hesab edirsiniz, yoxsa başqa fərqli pəncərədən baxırsınız proseslərə? Burada Elnar müəllim, təkcə Hörmüz məsələsi deyil, mən deyərdim burada çox şaxəli yəni məsələlər əhatə olunur. Məsələn, birinci növbədə elə qeyd edildi, hörmətli ekspertlərimiz də bunu qeyd elədi ki, burada əsasən Amerika Birləşmiş Ştatları iqtisadi maraqları həm də öz ölkəsinə, öz mənafeyinə doğru çəkmək istəyir. Çünki bu günləri Amerika Birləşmiş Ştatlarının əsas çalışdığı budur ki, böyük Çin bazarına çıxmaq imkanlarını əldə eləməkdir. Öz mallarını, öz məhsullarını Çin bazarında bəli, kənd təsərrüfü sahəsi və burada qarşılıqlı olaraq Çin tərəfindən də həm də süni intellekt məsələsi var, yarımkeçiricilər məsələsi var ki, burada çiplərdir və s. bunların da satışına Amerika tərəfindən müəyyən icazələrin verilməsidir və qarşılıqlı olaraq, yəni müəyyən qədər qarşılıqlı olaraq burada tarif məsələlərinin yüngülləşdirilməsi, tərəflərin bir-biri ilə yumuşaq davranması əsasən məqsədləri daşıyır. Buna qədərində bildiyiniz kimi Donald Trumpın əslində 31 mart tarixində səfəri gözlənilirdi. Amma bu səfər barəsində əvvəlki müzakirələr tam fərqli idi. Amerikanın nəşrlərində də bu barədə çox analitik məlumatlar dərc olunurdu. Amma bugünkü gündə məhz Donald Trumpın səfəri, Çinə səfəri bir qədər onu sanki bu analitiklərin təbii ki fikirlərdir ki, onu məğlub bir formada təqdim etməyə başlayırlar. Çünki Trumpın əvvəlki səfərindəki nəzərdə tutduğu perspektivlər tamam fərqli idi. Bugünkü artıq perspektivlər, şərtlər tamam fərqlidir. Burada düzdür, Trumpın əlində bir dənə rıçaq olaraq, hörmətli Vüqar müəllim də qeyd elədi, Tayvan məsələsidir əlbəttə. Tayvanın silahlandırılmaması ilə bağlı şərtlər irəli sürülə bilər Trump qarşısında. Amma digər məsələlərdə isə Trumpın bir növ əlindəki imkanlar Çin qarşısında çox zəifdir. Elnur müəllim, Tayvan məsələsində də zəifləmibmi? Çünki yəni, məlumatlar var ki, Tayvandakı bəzi siyasi qüvvələr, çox ciddi siyasi qüvvələr artıq Çin mərkəzi hökuməti ilə də təmaslara keçiblər. Təxminən bir ay öncə belə məlumatlar da dolaşırdı. Düzdür, daxildəki prosesləri haqlısınız, doğru buyurursunuz. Amma Çin üçün əsasən bugünkü belə deyək, narahatlıq doğuran onun Tayvanın sürətlə silahlandırılması məsələsidir və bu məsələlərin dayandırılması bir növ Çin üçün də əlavə bir təhdidin, əlavə bir problemlərin aradan qaldırılması kimidir. Təbii bu kiçik ola bilər Çin üçün. Çünki Çin özlüyündə artıq region olaraq, öz regionunda çox böyük bir nəhəngdir və hətta göründüyü kimi də Amerika Birləşmiş Ştatlarını da bərk narahat etməyə başlayır. Amma bir də digər bir məsələlər də var. Az öncə elə vurğulandı ki, Çinin artan müsbət saldoları, hansı ki, bu günləri Amerikanı narahat edir. Az müddət öncə, yəni təxminən bir neçə il bundan əvvələ baxsaq biz, təkcə İranın deyil, hətta Körfəz ölkələrinin biz xatırlayırıqsa 60-70%-ə yaxın neft məhsulları hamısı qərbə satılardı. Amma bu gün əksinə baş verir. Artıq proseslər şərqə doğru yönlənməyə başlayıb. Bu da təbii ki, Amerika Birləşmiş Ştatlarını qərbi çox ciddi şəkildə narahat edən məsələdir ki, Körfəz ölkələri nəyə görə daha çox neft məhsullarını bugün Çinə doğru artıq satmağa başlayırlar. Təbii proses deyilmi sizə görə? Çünki təbii prosesdir təbii ki. Burada elə yəni, həmin proses, məsələ sualınıza qayıdıram ki, həmin prosesləri elə yaradan əsas cəhətlərdən biri də İran oldu bu günləri. Hansı ki, Körfəzdə Çinin əlini daha çox möhkəmləndirdi. Düzdür, bu əvvəl ingilislərdə demişkən underestimate elədilər. Yəni bu İranı çox zəif gördülər. İlk öncədə düşünürdü ki, yəni Donald Trump əslində Körfəz strategiyasında İranı daha tez əzə bilər, özünə ram eləyə bilər, amma göründüyünün tam əks nəticələrini görmüş oldu. Çünki birincisi Amerika Birləşmiş Ştatları gözləmirdi ki, İran ciddi şəkildə, amma çox səhnə arxasında, gizli bir şəkildə Çin tərəfindən müdafiə oluna bilər. Burada təbii ki, Pekdən də müdafiələr əsasən texniki olaraq süni intellekt vasitəsilə, texnologiya vasitəsilə Pekdən idarə edilmə və yaxud da koordinatların verilməsi və s. Bu kimi bütün proseslər hamısı İranın bir növ özünü müdafiə etməsində çox müsbət bir rol oynadı. Çünki İranın hava hücumundan müdafiəsi olduqca çox zəif idi. Bu əvvəlki müharibələrdə də özünü göstərmişdi. Çünki İran özünü müdafiədə çox zəiflik göstərdi, amma daha sonra biz bir növ İranda daha güclənmə, daha da irəliyə sıçrama bir sıçrayışı biz müşahidə elədik. Bu sıçrayışın arxasında dayanan sirli məqam məhz elə Çin idi. Çin özü kömək elədi və İranı bir növ Hörmüzün də üzərində çox gücləndirmiş oldu və nəticə etibarilə
İranın əli ilə Amerikanı öz ayağına gətirmiş oldu. Bugünkü gündə də analitiklərin elə məhz elə qeyd etdikləri də bundan ibarətdir ki, Trumpın artıq yəni 31 və 2 aprel tarixlərində nəzərdə tutmuş görüşünün tam fərqli artıq perspektivlərdən yanaşma tərzi bugünkü gündə artıq görüşdə bir növ onun, yəni Xi Jinpingin artıq ayağına getmiş kimidir və onun şərtlərinə daha çox boyun əymək məcburiyyətində qalmış bir formada təqdim eləyirlər. Yəni mənim bu qədər fikrim var da. Əlavə sualınız varsa buyurun. Təbii ki, suallarımız yenə olacaq, amma indi Çindəki xüsusi müxbirimiz Afaq xanıma biz gəlin bağlanaq. Afaq xanım, söz sizdədir. Bu səfərlə əlaqədar hansı məlumatları çatdıra biləcəksiniz? Buyurun. Buyurun Afaq xanım Cəfərova, buyurun. Bəli, ABŞ prezidenti Donald Trumpın bir neçə aydır gözlənilən Çin səfəri bugün başlayır. Birləşmiş Ştatlar prezidenti və onu müşayiət edən nümayəndə heyəti bugün Çinə rəsmi səfərə gəlir. Bu səfər bir çox aspektdən böyük maraq doğurur. İlk növbədə dünyanın iki ən böyük iqtisadiyyatı olan Amerika Birləşmiş Ştatları və Çin arasında ticari mübahisələrin yoluna qoyulması baxımından gözləntilər olduqca böyükdür və məlum olduğu kimi Donald Trump Amerika Birləşmiş Ştatları prezidenti kimi səlahiyyətlərinin icrasına başlayandan bəri Çini ədalətsiz ticarət münasibətlərində ittiham edərək Çin mallarına yüksək ixal rüsumları tətbiq etməyə başlamışdı. Çinin oxşar tədbirlərindən sonra tərəflər ixal rüsumları sahəsində müvəqqəti də olsa razılığa gəlsələr də nadir torpaq elementləri Çin şirkətlərinə tətbiq olunan sanksiya və qadağalar da daxil olmaqla hələ həllini gözləyən belə deyək bir çox məsələlər var. Yeri gəlmişkən elə bu günlərdə Cənubi Koreyada iki ölkə arasında ticarət mübahisələrinə dair danışıqların növbəti raundu keçirilir. Tərəflər iki dövlət başçısının Busan görüşündə və əvvəlki telefon danışıqları zamanı əldə etdikləri mühüm konsensusa əsaslanaraq qarşılıqlı maraq doğuran bir sıra iqtisadi və ticarət məsələləri üzrə məsləhətləşmələr aparırlar. Donald Trumpın səfəri həm də Birləşmiş Ştatlar ilə İran arasında hərbi toqquşmalar və ardınca da Hörmüz boğazının bağlanması, o cümlədən Oman körfəzinin ABŞ tərəfdən blokadası dövrünə təsadüf eləyir. Məlum olduğu kimi İran neftinin əsas alıcısı da məhz Çindir və yaxın şərqdəki eskalasiya Çinin iqtisadi maraqlarına təhdid yaradıb. Bu məsələnin də Donald Trumpın səfəri zamanı müzakirə olunacağı şübhəsizdir. Ekspertlər isə hesab eləyirlər ki, səfər zamanı Tayvan, Koreya yarımadası, o cümlədən Ukrayna mövzuları da gündəmdə olacaq. Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, Prezident Donald Trumpı səfər zamanı ABŞ-nin 16 böyük şirkətinin baş icraçı direktorları, o cümlədən Tesla, Apple, Boeing, Meta kimi şirkətlərin rəhbərləri müşahidə edəcək. İki ölkə arasında hər nə qədər ticari mübahisələr olsa da, onlar arasında olduqca böyük məbləğdə ticarət dövriyyəsi mövcuddur. ABŞ Çinin ən böyük ticarət tərəfdaşıdır. Bundan başqa ABŞ şirkətlərinin Çində olduqca böyük fəaliyyətləri var. Heç şübhəsiz ABŞ-nin biznes elitası Pekin və Vaşinqton arasında ticari mübahisələrin yoluna qoyulmasında da maraqlıdırlar. Donald Trumpın Çin səfərinin konkret hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətin olsa da, tərəflər bu səfərə böyük ümidlərlə gedir və hətta beynəlxalq müstəvidə bu səfərin nəticələri səbirsizliklə gözlənilir deyə bilərik. Bizim Pekindən bu saata çatdırmaq istədiklərimiz bu qədər. Söz təkrar sizdədir. Təşəkkür edirik Afaq xanım. Maraqlı məlumatlar oldu. Vüqar müəllim, eyni zamanda burada əlbəttə ki, səfərin iqtisadi tərəflərinə də biz mütləq toxunmalıyıq. Artıq bu barədə danışsaq da, amma düşünürəm ki, maraqlı məqamlar var. Çin tərəfi yəni öz milli maraqlarından çıxış edərək tədricən Birləşmiş Ştatlar iqtisadiyyatındakı dövlət istiqrazlarından geri çəkilmə meyillərini göstərir. Bunu siz nə ilə əlaqələndirirsiniz? Bunun siyasi səbəbləri var, yoxsa Birləşmiş Ştatların artan borcları, yəni dövlət borcları. Budurmu səbəbi, yoxsa digər səbəblərdən biri də o göstərilir ki, yəni istənilən vaxtı Birləşmiş Ştatlar sanksiyalar tətbiq edə bilər
yəni mövcud olan belə deyək ki, Çinin aktivlərinə bu kimi izahlar da var. Siz necə izah edərdiniz? Hər üç versiyanın həqiqət payı var. Ən əvvəla qeyd etmək lazımdır ki, Çin lideri Trumpın biraz dəyişkən emosional xarakterinə və fikirlərinə görə siyasətdə dəyişikliklər eləməyə başlayıb Birləşmiş Ştatlarla bağlı, bu iqtisadiyyatda. Ən əvvəla o fikir tam doğrudur. Çünki Trumpın ilk məsələsi bilirsiniz ki, bir müharibə elan etdi. Tariflərlə bağlı dünyaya az qala. Kimlərə ki, ən böyük Çinlə başladı 60% məsələsi və bu həqiqətən də icra olunması və prosesin başlanması bir fəlakət demək olardı. Çin üçün də bu, elə Birləşmiş Ştatlar özləri üçün də. Düzdür, Birləşmiş Ştatlar iqtisadçılara fikirləşirlər ki, burada kifayət qədər böyük məbləğlər ölkəyə gəlir və gəldi. Amma elə bir fikir verirsə, son zamanlarda bu məsələ biraz o aktuallığını itirdi. İqtisadiyyat biraz burada fərqli özünü göstərdi və üstünə gəlsək də Trumpın İsraillə birlikdə, İranla, Körfəzlə bağlı problemə daha çox düşməsi hal-hazırda problem həll olunmamış formadadır. Bir növ öz həllini gözləyir və orada da kifayət qədər Birləşmiş Ştatlar iqtisadiyyatına ciddi ziyan dəyir. Yəni, bu hər dəfə deyilir, bunu hər birimiz bilirik. Birləşmiş Ştatlarda insanların yaşam tərzində ilk təsir göstərən məsələ yanacaqdır. Bu hər dəfə deyilir, bu həqiqətən reallıqdır. Birləşmiş Ştatlar insanı onunla daha çox iqtisadiyyatın və yaxud da ki, bir prezidentin yaxşı idarə edib etməməsini hətta ölçə bilər. Özünün daha çox yanacağın qiymətlərində, biraz iqtisadiyyatda əsasən daha çox. Çünki siyasi kəsim burada çox az faiz təşkil edir əhali olaraq. Birləşmiş Ştatlar əhalisində siyasətlə bağlı insanların sayı kifayət qədər azdır. Qərbdə, Avropada belədir. Əsasən bu şərqdə, Asiyada daha çox insanların siyasi proseslərin içində olması faizi yüksəkdir. İndi burada biz Çinlə Birləşmiş Ştatlar arasındakı bu birinci məsələni danışdıq. İkinci, bu inamsızlıq məsələsi var. İkinci, Çin onu rıçaq kimi saxlayır əlində. Çünki kifayət qədər böyük yatırımlardır və onu Birləşmiş Ştatlar hər hansı bir təzyiq göstərsə iqtisadi, onun da ona qarşı olaraq alternativ bir əlində rıçağın saxlamasıdır. Bu da Xi Jinping'in təbii ki, uğurlu düşünülmüş, mən sizə deyim ki, fikridir və təbii ki, bu Çin iqtisadçıları bunu ölçüb biçərək Çin iqtisadiyyatına ciddi zərər dəyməməsi üçün bir növ onu öncədən preventiv olaraq qarşısını almaq üçündür. Üçüncü siyasi tərəfdə deyə bilərik. Üçüncü baxış. Təbii ki, burada nə qədər iqtisadiyyatdan danışsaq da iqtisadi, siyasi məsələlər də ortadadır. Birləşmiş Ştatlar, bayaq həmkarlarım qeyd etdi, mən onu bir yazmada yazmışdım. Birləşmiş Ştatlar hal-hazırda Rusiya prezidenti ilə ən çox araşdırılan münasibətləri var ki, bir növ yumuşaqdır, bir növ burada məsələlər faktor çoxdur. Mən birini söyləyə bilərəm. Əsas məqsəd Rusiya prezidentini, Rusiyanı Birləşmiş Ştatlar yanına çəkərək birlikdə Çinə qarşı mübarizə aparılması prioritet məsələdir. Bəs nə dərəcədə effektiv ola bilər? Rusiya ciddi şəkildə Ukraynada problemlərlə üzləşir. İndi bu, yəni, hamının gözünün qarşısındadır. Gedən proseslər, 5 il davam edən müharibə və bu gün də faktiki olaraq, yəni, çox ciddi bir cəbhə xəttində dəyişikliklər yoxdur. Digər tərəfdən Birləşmiş Ştatlar özü atdığı addımlar var. Yəni Çinə qarşı, yəni effektivmi? Effektiv deyil əslində. Amma Çinin bəs atdığı addımlar, gəlin ona baxaq. Yəni 1,3 trilyon dövlət istiqrazlarında yatırımı var idi. Geri çəkdi 690 milyard civarında. Bəli. Digər tərəfdən ticarət dövriyyəsində müsbət saldo 300 milyard. Qısa vaxt ərzində Birləşmiş Ştatlar iqtisadi özünü göstərdi. Bəli. Qısa vaxt ərzində, yəni təsiri var. Özünü göstərdi. Bəs hansı, yəni belə deyək də, gündəmlə Çinə gəlir cənab Trump? Əsas sual bu. Yəni həll oluna biləcək gündəmlə gəlir. Bax, budur suallardan biri. Hörmüz məsələsini soruşduq. Gedəcəkmi bütün bu reallıqlar şəraitində güzəştə? Çin, mən düşünürəm ki, Birləşmiş Ştatlar prezidenti daha çox nəyisə qoparmaq istəsə də Çinin birində gülümsəyən Rüsum məsələsində Amerika məhkəmələri qərar çıxartdı ki, bunlar yanlışdır. Bəli, donduruldu, dayandırıldı. Bəli. Çinin gülümsəyən rəhbəri, mən düşünürəm ki, yenə də o gülümsəyən formatda Çinin
milli maraqlarına uyğun olmayan heç nəyi güzəşt getməyəcək. Bu açıq aydın ortadadır. Çünki hal-hazırda vəziyyət, Birləşmiş Ştatlar və Çin vəziyyətinə baxsaq, bəli, Birləşmiş Ştatlar, ABŞ bir nömrəli iqtisadiyyatdır. Amma o bir nömrəli qalmaq, qabaq gələcəkdə perspektivlərdə o qədər də hal-hazırda nikbinlik yaratmır Birləşmiş Ştatlarda. Çünki Çinin bir sahişi var, sürətli. İkinci məsələ burada əsas budur ki, Çin Birləşmiş Ştatlar və Rusiya kimi silahla, digər torpaqlarla mübarizələrə qoşulub ora çox pul və para xərcləmir. Çin daha başqa mövqeyi tutub. Sakit formatda, çox sakit formada iqtisadiyyatla, insanı ilə, texnologiyası ilə dünyanı çox yumuşaq güclə işğal dırnaq arasında işğal etməklə məşğuldur. Çox sakit formada. Yəni bugün Rusiya iqtisadçıları həyəcan təbili çalırlar. Çünki Çinlə sərhəd olan ərazilərin kütləvi hallarda az qala artıq kəndlər, şəhərlər Çinlilər tərəfdən alınmaqdadır. Ora istismar olunmaqdadır və o istifadəsini Çin edir. Rusiyaya bir hansısa vergi verməklə və s. və yaxud da kimlərsə hansısa korrupsioneri bir görməklə. Yəni burada Çinin çox sakit, amma çox ağıllı, müdrikcəsinə bir siyasəti mövcuddur. Bunlar təbii ki, Birləşmiş Ştatlar tərəfindən bunlar görünür, anlaşılır. Birləşmiş Ştatlar prezidenti, mən bayaq portfelindən danışdım, nə ilə gedə bilər. Pensiyasında həmşarlarım söylədi. Amma mən əminəm ki, Birləşmiş Ştatlar istəyirsə, nə istəyirsə onu ala bilməyəcək. Çünki Çinin də öz maraqları var. Çin nədəsə güzəştə gedəcəksə, bu bizim fikirlərimiz təbii ki. Mütləq surətdə oradan özünün də maraqları və xeyirləri həllini tapmasa, Çin liderindən mən nələrinsə Trumpın alacağına nisbin baxmıram. Bəli. Anar müəllim, yəqin ki, bu sual ürəyinizcə olacaq. Çin və Birləşmiş Ştatlar liderlərinin bu görüşündə Cənubi Qafqazla bağlı konkret hansı məsələ, özəlliklə trip marşrutu məsələsi, Zəngəzur dəhlizi, yəni bunlar gündəmə gələ bilərmi və yaxud da gələcəkmi sizin fikrinizcə? Çünki Birləşmiş Ştatlar nümayəndə heyəti Ermənistana səfərə gəlməsi haqqında da, yəni bu məsələ ilə bağlı məlumatlar yayılmaqdadır. Buyurun. Təşəkkür edirəm. Bəli, qeyd etdiyiniz kimi bu səfər çərçivəsində masaya daşınacaq, müzakirəyə çıxarılacaq mövzulardan biri də çox böyük ehtimalla məhz Cənubi Qafqazla bağlı məsələlər, xüsusilə də orta dəhlizlə məsələsi olacaqdır. Çünki Çin dünyanın istehsal nöqtəsinə çevrilib və bu istehsal etdiyi məhsulların dünya bazarına, xüsusilə də rentabel Avropa bazarlarına çıxarılması üçün nəqliyyat dəhlizlərinə çox ciddi ehtiyacı var. Bunun xüsusilə də Rusiya-Ukrayna müharibəsi və yaxın şərqdə baş verən hadisələr fonunda həm şimal, həm də cənub dəhlizi ilə bağlı çox ciddi problemləri mövcud olduğu indiki şəraitdə orta dəhlizin nə qədər əhəmiyyətli olduğunu həm ABŞ-də, həm də Çində çox yaxşı dərk edirlər. Buna görə də ABŞ-nin bir addım önə çıxdığı trip layihəsi ilə bir addım önə çıxdığı indiki prosesləri, Cənubi Qafqazla orta dəhlizlə bağlı prosesləri müzakirə olunacağı və Çinin də bu proseslərdə hansısa formada iştirakı və müəyyən pay almasını gözləmək mümkündür. Amma eyni zamanda bir məsələni qeyd etmək lazımdır. Bu iki böyük güc dünyanın hansı bölgəsində maraqlarını uzlaşdıra bilirlərsə, həmin bölgədə ciddi nəticələr əldə oluna bilir. Məsələn, Cənubi Qafqazda olduğu kimi. Amma hansı bölgələrdə ki, maraq toqquşması baş verir, maraqların uzlaşması reallaşa bilmir, çox ciddi problemlər hələ ki qalmaqdadır. Rusiya-Ukrayna müharibəsində olduğu kimi, yaxın şərqdə olan hadisələrdə olduğu kimi, hətta Avropa bazarı ilə bağlı ciddi rəqabətdə. Çünki biz bildiyimiz kimi Avropa bazarı ilə bağlı ABŞ və Çin çox dolayı yollarla olsa da çox ciddi bir rəqabətdədirlər və Avropa bazarlarında böyük pay əldə etmək üçün Çin öz üsullarından, iqtisadi üsullarından, ABŞ isə Trump administrasiyası isə sahib olduğu digər üsullardan, xüsusilə də bir qədər kobud, zor tətbiq etmə üsullarından, məsələn, şantaj metodlarından, hərbi kontingentin həmin ərazilərdən çıxarılmaqla bağlı məsələləri gündəmə gətirməklə, təhlükəsizlik çətirindən imtina edilməsi ilə bağlı məsələlər, bunları gündəmə gətirməklə və s. Bu bazar uğrunda mübarizə aparılır. Amma unutmaq olmaz ki, ABŞ iqtisadiyyatı Çin iqtisadiyyatından nə qədər böyük olsa da,
indiki şəraitdə ABŞ iqtisadiyyatı qocalmış iqtisadiyyatdır, qoca iqtisadiyyatdır, yorulmuş iqtisadiyyatdır və sürətlə yeni çağrışlara cavab verib, sürətlə yenilənməyə və inkişafa doğru gedə bilməyən bir iqtisadiyyatdır və bunu Trump da görür. Gördüyü üçün də məhz istehsal müəssisələrini, hətta ABŞ şirkətlərinin ayrı-ayrı bölgələrdə, eləcə də Çində, Hindistanda olan istehsal müəssisələrini yenidən ABŞ-yə qaytarmağa çalışır. Bax, ağıllı düşüncə budur, strateji baxış budur. Amma Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatı qarşısında hələ də ki, müəyyən qədər zəif olsa da yeni iqtisadiyyatdır, çağrışlara açıq iqtisadiyyatdır. Sürətlə yenilənən, sürətlə informasiya texnologiyalarını tətbiq edən və dünyanın ayrı-ayrı bazarlarında Diversifikasiya edir, tamam ABŞ mövqelərini çox sürətlə öz təsir dairəsinə çevirməyi bacaran bir iqtisadiyyatdır. Bu görüşlərdə Cənubi Qafqaz məsələsi, yəni burada partnerluq mən ona gəlmək istəyirəm. Yəni hansı faydalar verə bilər bizə? Bax, ən sadə şəkildə soruşaq. Çünki bilirik ki, yəni bu dəhlizlər uğrunda bir mübarizə gedir. Bu da heç kəsə yəni sir deyil. Belə bir şəraitdə iki nəhəng dövlətin lideri görüşür və hər iki ölkə ilə də bizim yüksək səviyyəli münasibətlərimiz var. Amerika Birləşmiş Ştatları ilə xüsusilə 2025-ci ilin avqust cənab prezidentin oraya səfərindən, Vaşinqton səfərindən sonra və Çinlə də həm də xartiya imzalandı, bəli. Bəli, xartiya Çinlə də konkret olaraq strateji əməkdaşlıq haqqında sənədlərimiz var. Bəli. Tamamilə düz qeyd edirsiniz. Bax, bu situasiyanı izah edib Cənubi Qafqaza qayıtmaq istəyirəm həmin sualımıza ki, yəni iki böyük güc Cənubi Qafqazda bir sıra istiqamətlərdə maraqlarını uzlaşdırmağa bacarıblar, yaxud da uzlaşdırmaq istiqamətində mövqelər var, mövcuddur. Gürcüstanda Çinin demək ciddi investisiya yatırması, orada liman əldə etməsi, limana böyük kapitalın yatırılması ilə bağlı, orta dəhlizin çox mühüm bir segmentinə çevriləcək Zəngəzur dəhlizinin o trip hissəsinin ABŞ-nin patronajlığı, nəzarəti altında reallaşdırılması, oraya investisiyaların yatırılması, hətta Nvidia-nın Cənubi Qafqaza daxil olmaqla bağlı planları, burada çip mərkəzinin yaradılması ilə milyardlara dayanan vəsaitin investisiyanın yatırılacağı ilə bağlı fikirlərin səslənməsi, Azərbaycana, Cənubi Qafqaza, xüsusilə də Azərbaycana böyük şirkətlərin, eləcə də ABŞ şirkətlərinin investisiya yatırmaqla bağlı maraqlarının genişlənməsi, Azərbaycana digər, xüsusilə də bugün dünya iqtisadiyyatında investor rolunda çıxış eləyən, daha çox investor rolunda çıxış eləyən ərəb şirkətlərinin, Körfəz ölkələrini təmsil edən şirkətlərin Cənubi Qafqaza, Azərbaycana maraq göstərməsi, bəli, bunu onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi uğurlu, ardıcıl, davamlı və ən əsası balanslı siyasətin nəticəsində biz iki gücün toqquşma nöqtəsinə deyil, biz iki böyük gücün məhz əməkdaşlıq nöqtəsinə çevrilməyi bacarırıq və bu təbii ki, Cənubi Qafqazın böyük uğurudur, amma Azərbaycanın addımlarının nəticəsindədir. Azərbaycan prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu mövqelərin nəticəsindədir. Biz bunu dəfələrlə açıq şəkildə həm Çin liderinin dilindən ifadəsində eşitmişik, Azərbaycan prezidenti haqqında əziz qardaşım deyə müraciət edibdir. Eyni zamanda Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyinin öyrənilməsində lider kimi məhz Azərbaycan prezidentini ABŞ prezidentinin istinad etdiyini biz dəfələrlə müşahidə etmişik. Avropa liderləri də həmçinin və s. digər faktorları da cəmləşdirsək, bəli, Cənubi Qafqaz məsələsi bu gündəlikdə, bu müzakirədə müzakirə predmetlərindən biri ola bilər və olacaqdır. Ən xoş hal ondan ibarətdir ki, biz bayaq dediyim kimi böyük güclərin maraqlarının uzlaşdırılmasına nail ola bilmişik. Maraqlarının uyğunlaşdırılması məkanına çevrilə bilmişik. Bura artıq konfrontasiya, münaqişə bölgəsi deyil. Maraqların toqquşma bölgəsi deyil. Maraqların toqquşma nümunəsidir. Və əslində bu digər bölgələr üçün də bir nümunəyə çevrilə bilər. Mən kiçik bir sitat gətirməklə fikrimi tamamlamaq istəyirəm. Azərbaycan prezidenti cənab İlham Əliyevin bu günlərdə Zəngilan, daha doğrusu Şərqi Zəngəzur bölgəsinə səfəri zamanı da səsləndirdiyi çox əhəmiyyətli fikirlər vardı, maraqlı fikirlər vardı. Onlardan biri də məhz sülhlə bağlı idi, təhlükəsizliklə bağlı idi. Bilirsiniz, ABŞ və Çin arasındakı bu görüşlərdə bir çox istiqamətli məsələlər, həm də təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Bax, cənab prezidentin səsləndirdiyi fikirlər mənə elə gəlir ki, həmin dövlətlər, həmin dövlət liderləri tərəfindən çox əhəmiyyətlə qarşılanır ki,
biz Cənubi Qafqazda, bax, dünyada belə bir bölgə var və bu bölgədə də Azərbaycan adlı bir dövlət var. Nümunə ortaya qoyur, əməkdaşlıq nümunəsi ortaya qoyur, tərəfdaşlıq nümunəsi ortaya qoyur və bundan istifadə etmək lazımdır. Və Anar müəllim, yeri gəlmişkən cənab prezidentin mən istərdim ki, bax, tam mənası ilə elə yerinə düşəcəkdir. Şərqi Zəngəzurda, Zəngilanda sülh gündəmi ilə bağlı verdiyi bəyanat var idi. Gəlin ondan bir iqtibasa baxaq, sonra yenə davam edəcək. Buyurun. Bugün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilir. Və nə qədər onun arxasında durursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur. Onlar acizdirlər. Elə gücləri var idisə, elə 20-ci ildə kömək eləyərdilər də Ermənistana. Bugün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər elə 20-ci ildə elə həmən liderlər idi də, hakimiyyət başında, öz ölkələrində. Gəlib yiyə duraydılar da Ermənistana. Boş boğazlıqdan başqa heç nə yoxdur. Onların da işi gücü boş boğazlıqdır. Ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15%'dir. İndi güya ki Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas edir. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi. Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bugün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri güya ki keşik çəkirlər. Mən o vaxt demişəm, bir dənə güllə biz atsaq, onların dabanları parlayacaq, heç izi tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, güya ki onlar bizdən Ermənistanı qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Ünum, sizinlə davam edək. Burada əslində Cənubi Qafqazın nə dərəcədə strateji önəmə malik bir bölgə olduğu bir daha aydın olur. Avropa missiyası və şimaldan, cənubdan, şərqdən, qərbdən səslənən bəyanatlar, bütün bunların fonunda biz bölgənin gələcəyi üçün bugün atılan addımların önəmini nədə görürük? Xüsusilə Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca bu yəni şiddətli mübarizənin davam edəcəyi yəni açıq-aşkar müşahidə olunur. Təhlilçilər də bunun üzərinə gedirlər. İndi bu məqamda bizim ölkəmizin mövqeyi bir daha cənab prezidentin dilindən səsləndi və çox sərt şəkildə ki, yəni bizim bu reallıqlarımızı dəyişmək ola bilərmi? Yəni kimsə bunu gücdədirmi ümumiyyətlə bu bölgədə? Yox. Əlbəttə bu səsləndi. Bax bu mesajları, verilən bu mesajları yeni bu müzakirələr sistemində dünyada necə qəbul olundu və necə qəbul olunacaq? Təhlilçilər bunun üzərinə necə fokuslanacaqlar və yaxud da fokuslanırlar hazırda? Əslində bizim mövqeyimiz baxımından. Əslində reallıqlar hər kəsin yəni qulağına çatıb və hər kəs də bunu çox gözəl bilir. Amma bilirsiniz, yəni burada bir dəyişməyən faktor var ki, İran, daha doğrusu üzr istəyirəm, Ermənistan daxilindəki revanşist qüvvələr, separatçı qüvvələrdir ki, bunlar heç bir zaman öz niyyətlərindən vaz keçməyəcəklər. Bundan əvvəl də bu cür oxşar addımlar atılırdı. Bayraqların yandırılması kimi, ara pozuculuq, yəni siyasi xətlərə, xüsusən də Paşinyan administrasiyasının yəni getdiyi hal-hazırda, yəni Bakının istəyi ilə getdiyi bu yolun üzərində müəyyən maneələr yaratmaq və yaxud da ölkə xaricindən edilən təsirlər, müəyyən Avropa institutlarının əli ilə, xətti ilə bu proseslərə mane olmaq kimi belə bir cəhdlər, bütün bunlar yəni hər zaman baş verəcək. Mən deyərdim, hətta Ermənistanda bundan sonra Paşinyan administrasiyası seçiləcəksə belə və istənilən yəni nəticə əldə olunacaqsa Ermənistan-Azərbaycan arasında sülh imzalanacaq və bundan sonra da iqtisadi əməkdaşlıqlar artıq daha da dərinləşdiriləcək və sair sərhədlər açılacaq. Eyni zamanda həm Bakı ilə, həm də Ankara ilə. Yəni bu Paşinyan administrasiyasının istədiyidir bugünkü gündə və ortaq bir istəkdir, mən deyərdim tərəflər arasında. Bütün bunlar baş tuta
biləcək. Amma yenə də mən deyərdim ki, Ermənistan daxilində bu cür qüvvələr hələ 50 il belə davam eləyəcəklər. Çünki Ermənistandakı bu beyinlər, bu ideologiya əslində tək Ermənistan daxilində deyil, hətta kənardan da bunlar tətiklənir, kənardan da bunlar dəstəklənirlər və maliyyələşdirilirlər. Bir məsələyə diqqət yetirmək istəyirdim. Mən bundan əvvəl xatırlayırsınızsa, Avropa Parlamentində də yenə də Azərbaycana qarşı müəyyən ritorikalar səslənməyə başladı. Hətta yəni yaxın bu tarixdə, bugünkü günümüzdə. Məsələ bundadır ki, problem budur ki, bugünkü gündə rəsmi Brüsselin daxilindəki bu baş verən hadisələr məhz oradakı bir-birindən fərqli olan bir pluralizm böhranıdır. Yəni, institutların arasındakı pluralizmdir. Hansı ki, onlar bir mərkəzdən daha çox qərarlar ala bilmirlər. Fərqli-fərqli özləri üçün mərkəzlər quraraq, bütünlükdə yəni bu proseslərə, ölkələrin, yəni iki ölkə arasında gedən proseslərə, bu siyasi xətlərə mane olmağa çalışırlar. Məhz bundan qaynaqlanır ki, həmin qüvvələr də həmin adı X deyək belə institutlara söykənərək, onlara güvənərək bu cür artıq propagandalarla, təxribatlarla məşğul olurlar və Azərbaycana da haqsız olaraq... Bu propagandadır, təxribatdır, yoxsa yəni, müəyyən mənada sabitliyi pozmaq cəhdləridir bölgədə. Bunlar elə oxşar hamısı. Sual budur, bir də özəlliklə o məqama xüsusilə diqqət yetirib təhlil etməyinizi istərdim. Bax, burada görürsünüz, o Karapetyan deyilən şəxslə erməni katolikosu görüşdü. Bəli. Siz də hamınız gördük bunu. Bəli. Və eyni zamanda yəni, hakimiyyətə iddialı revanşistlərin müharibə ritorikası, biz ordumuzu gücləndirəcəyik, yenidən Qarabağa hücum edəcəyik, alacaq kimi bəyanatları da biz görürük. Həmçinin qərb ölkələrində erməni diaspor təşkilatlarının Birləşmiş Ştatlarda, o cümlədən Parisdə və digər ölkələrdə ciddi şəkildə indiki hakimiyyətə qarşı Ermənistanda təbliğat apardığını da görürük. Ya bunlar bunu necə başa düşək, necə görək, Paşinyanı devirmək və bölgədə yəni xaos yaratmaq üçün ittifaqa mı girirlər məlum kilsə ilə, Karapetyanlarla və s. yoxsa daha başqa hansı məqsədləri daşıyırlar sizin məqsəd burada Ermənistanda bu faktorları nəzərə almanızı idarə ediciliyi ələ almaq və yaxud Ermənistanı inkişaf etdirmək və yaxud bu istiqamətdə hansısa tutarlı addımlar atmaq deyil. Məqsəd Paşinyan administrasiyasında çox, yəni xalqı da çox gözəl bilir ki, bugünkü gündə artıq reallıqla barışır və xalq özü də qismən də olsa anlayır ki, hakimiyyət artıq doğru yolla gedir. Çünki hakimiyyət birbaşa olaraq ölkənin fəlakətdən qorumaq üçün çalışır bugünkü gündə. Paşinyanın atdığı addımlar budur, ölkəni fəlakətdən qorumaq. Çünki hər kəs bilir ki, artıq müharibədən məğlub çıxan Ermənistanın bundan sonra atacağı və köhnə fikirlərə geri qayıdaşığı onun bir dəfəlik artıq geri dönüşü olmayan bir qayıdışdır. Və bu səbəbdən də artıq normal, ağıllı bir insan, təfəkkürü olan bir insan Ermənistanda bunu çox gözəl anlayır. Amma bugünkü gündə siz adını çəkdiyiniz Karapetyanlardır və yaxud da ki, kilsədə oturan hansısa bir din xadimləridir. Təsəvvür edin, bunlar dövlət başına keçə bilərmi heç? Onların ümumiyyətlə dövlət idarə etmək üçün hansı perspektivləri var qarşısında? Heç bir perspektivləri yoxdur. Dövlət idarə etmək sadəcə hakimiyyəti ələ almaqdan ibarət deyil. Dövləti idarə etmək üçün geniş islahatlar aparılmalıdır. Geniş siyasi platformaya malik olmaq lazımdır. Karapetyan özü kimdir ki? Adi bir taşır şirkətinin rəhbəridir. Rusiyada maliyyələşmiş bir oliqarxdır. Bu adam sonradan gətirilib Ermənistana. Paşinyan üçün sadəcə burada bir rıçaq kimi istifadə olunur. Elnur, mən müşahidə edirsiniz, görürsünüz. Yəni, adını çəkdiyiniz ölkənin televiziya kanallarında hansı təbliğat aparılır, siz onu görürsünüz. Yəni, mən onu soruşmaq istəyirəm ki, həm orada, həm yəni, qərb ölkələrində sanki birləşiblər müəyyən güclər ki, Paşinyanı devirsinlər və xaotik bir vəziyyət yaransın, yenidən müharibə belədirmi yəni? Bəli, bəli, tamamilə doğrudur. Yoxsa başqa əlbəttə, bu məqsəd bundan ibarətdir ki, yəni hakimiyyəti devirməklə bunlar hakimiyyəti ələ alıb sonradan artıq istədikləri, yəni onların patronları, onları idarə edən həmin ki, держavalar var ki, onların əlinə vermək dövləti və yenidən Ermənistanı forposta çevirmək, hansısa xarici qüvvələrin idarə etmə altına verməkdir. Yəni Ermənistanı ümumi bir rəhbərlik idarə etmir. Xatırlayırsınızsa, Paşinyan kimi normal düşünən və Qarabağ məsələsində bir qədər belə deyək də, ağıllı başlı düşünən Dəmirçiyan 1999-cu ildə parlamentdə onlar güllələndilər. O vaxtda müdafiə naziri vardı, Vazgen
və bir də Dəmirçiyan. Və Dəmirçiyanın güllələnməsi və onunla ətrafında 7-8 nəfər də nümayəndənin güllələnməsi xatırlayırsınız həmin tarixdə. Bu Ermənistanın hələ ilk dönəmlərində, hansı ki 99-cu ilin oktyabr idi. Bəli. Həmin dönəmlərdə Ermənistanın hələ yumşaq şəkildə normal düşüncə bir tərzini sərgilənməsindən irəli gəlirdi. Yəni Ermənistanda Bu gün təkrarlana bilərmi o senarilər? bugünkü gündə inanmıram ki, bu təkrarlansın. Çünki artıq Ermənistan keçmişdən bir nəticə çıxarır müəyyən qədər artıq. Xalq özü də əvvəlki ideologiyada deyil. Elnur müəllim, yenidən yəni həmin ona oxşar qüvvələr bunu edə bilərlərmi? Çünki Həmin bu gündə qüvvələr- həmin qüvvələr müxalifətdədir Ermənistanda. O terroru törətmiş o kimlər idi? Koçaryan idi, Sarkisyan idi, onların bağlı olduğu dairələr idi. Bilirsiniz, Elnar müəllim, daxildə mən yenə Razı qeyd edirəm, deyilsiniz? sizin sualınıza birbaşa, yəni net cavabım odur ki, əvvəlki Ermənistandakı artıq cəmiyyət əvvəlki cəmiyyət deyil. Bilirsiniz, hakimiyyət Ermənistanın daxilində daha çox cəmiyyətlə, daha çox toplumun iradəsi ilə ölçülür. Təkcə yəni burada hakimiyyətə gəlmək və yaxud güc tətbiq etməklə deyil. Koçaryan kimilər, Sarkisyan kimilər və yaxud da ona dəstək olan indiki təzə cücərən həmin siyasi müxalif qüvvələr ki var ki, onlar artıq xalqın tam olaraq dəstəyini almır. Gəlin faiz nisbətlərinə baxaq. Paşinyanın faiz nisbətinə baxaq, Koçaryanın faiz sisteminə baxaq. Görün hansı daha çox tərəziyə qoyduqda daha çox səs toplum, xalqın yəni aminini götürə bilər. Yəni heç bir xalq onlara amin demir. Artıq onların fikirləri ilə hesablaşanlar yoxdur. Onlar sadəcə qıraqdan müəyyən təzyiqlər göstərməyə çalışır. Bu da normal prosesdir. O ki qaldı təxribatlara, təbii ki bu istisnasız da ola bilər. Paşinyana qarşı seçkiyə daha yaxınlaşdıqca müəyyən təxribatlar da ola bilər, müəyyən sui-qəsdlər də, cəhdlər də həyata keçirilə bilər. Amma bunun üçün mən hesab edirəm ki, Paşinyan bunu gözləyir və çox gözəl bilir bunu və buna görə də ciddi Paşinyan çox profilaktik tədbirlər özü üçün görür və Paşinyanın da seçilməsini mən %99% görürəm. Çünki xalq artıq onu daha çox dəstəkləyir və onun seçilməsi labüd. Buyurun. Bu fikrin əlavələrim var, olarmı? Təbii olar. Ən əvvəla daha çox toplumu düşündən bir sual var, ən çox. Nəyə görə hal-hazırda müxalifəti bildik. Keçmiş qatilləri, Sarkisyan, Koçaryan, digərləri. Bildik ki, bunlar hakimiyyətdə idilər, istəmirdilər, geçsin, gediblər, indi qayıtmaq istəyirlər və nəfəslər belə axır. Və xarici oturanlar, nəyə görə lobby, Birləşmiş Ştatlar, Fransada əsas, Marsildə, digər Rusiyada olan oliqarxlar, böyük qruplar nəyə görə istəmirlər ki, Paşinyan hakimiyyətdə olsun? Səbəblər əsas burada iqtisadiyyat, yəni maliyyədir. Təsir olsa belədir. Birincisi, indiyə qədər Paşinyanın real Ermənistana çevrilmək cəhdlərinə qədər Ermənistan şirkət kimi istifadə olunub. Ermənistan dövlət atributları olub, dövlətin prezidenti olub, ordusu da olub. Faktlar bunlar imitasiya olunub. Amma Ermənistan kimlər üçünsə, burada dövlətlər də var, əsas bir dövlətin forpostu idi bilirik və şirkət kimi istifadə olunub, şirkət kimi. İndi o şirkət əldən çıxıb, sadə desək. Və həmin o lobbilər, bunlar böyük maliyyə, özdə böyük əksəriyyəti də olsun Kaliforniyada, Birləşmiş Ştatlarda, Fransada, Rusiyada çeşitli pulların üzərindədirlər. Bunlarda real, ağ pullarla normal biznes fəaliyyəti olan adamların sayı çox azdır. Və bunların hər birinin Ermənistanda maraqları var idi iqtisadi. Ciddi maraqları var idi. Paşinyan və komandası həm də həmin o maraqların bir çoxunun ayağını basıb, bir çoxunun belə deyək, gələn o binti bağlayıb, söndürüb. Və bu mənada Paşinyan həm də onlar üçün belə düşməndir. Belə bir fikirlər var ki, yalnız bu ultra patriotçulardılar bunlar. Torpaq getdi, Qarabağ, o arçaq deyirdilər, o getdi və biz milli dəyərlər erməni. Bunlardan daha çox bu lobby institutları, daha çox oliqarxlar Paşinyan devirməklə əvvəlki Ermənistan adında olan şirkətdən paylarını almaq istəyirdilər və burada incə bir sual da yaranır. Siz deyirsiniz ki, lobbilər və daha çox erməni, belə deyək, oliqarxlarının hərəkətləri kimi, məqsədləri kimi daha doğrusu qiymətləndirirsiniz. Bəs onların fəaliyyət göstərdiyi ölkələrin maraqları necə? Bax, mən burada necə ehtiva olunur? Çünki o həmin ölkələr bir-birlərlə de facto düşmənçilik edirlər. Bu məsələdə ortaqdırlarmı? Dövlətlərə. Əsas sual budur. Bu məsələdə ortaqdırlarmı? Yəni Paşinyanı devirmək məsələsində. Bəli, baxın. Necə ki, əks tərəfdə olan qüvvələr Minsk qrupunda birləşmişdilər. Orada bircə fəaliyyət göstərirdilər. Dövlətlər maraqları başqa idi bir çoxunda.
Hətta Amerika, Birləşmiş Ştatlarda, Fransa, NATO-da və yaxud birlikdə olsalar da görünsə, onlar da tamamilə əksliyyət olan, yaxşı bilirsiniz bunu, onların tamamilə əks siyasətləri mövcuddur. Bu gün də daha açıq aydın görünür. Rusiyanı heç demirəm. Demək, lazım olan vaxtda bu maraqlar birləşirdi. Bu məsələdə də birləşirlər. Erməni məsələsində birləşmə həmişə görülüb. Elə dövlətlər cəmaşanlıq eləyir ki, Ermənistan kiçik bir ölkə, dalan-dolan, iqtisadi tənəzzüldə olan, böyük bir imkanları yox, dənizə çıxış yox, yol üzərində deyil və s. Buna Azərbaycan açır bugün. Azərbaycan yaradır bunları. Və nəyə görə Ermənistanda bu qədər maraqlar var? Niyə bu maraqlar kifayət qədər toqquşur və adam az qala gözləyirsən ki, indi Avropa İttifaqı Gürcüstanı kənara qoyub, qısa vaxt ərzində adam artıq düşünürsən ki, seçkilərdən sonra tələm-tələsik Avropa İttifaqı üzv eləyərlər az qala. Halbuki reallığa baxsaq, Ermənistanın reallıq baxsaq, hipotetik, Avropa İttifaqı 50 il vaxt lazımdır. Bütün bu rıçaqlar var, bu sistem var onu yaratmaq üçün. Amma elə bir qərb institutları, Avropa İttifaqı bütün hər vəcdə buna çalışır. Hətta nə maraqlı görünür, Trump hakimiyyətə gələndə bu Ermənistanın bu hakimiyyəti onun üçün tamamilə istəmədiyi bir tərəf idi. Niyə görə? Çünki əvvəlki demokratların seçilməsi üçün, Harrisin seçilməsi üçün indiki hakimiyyət az qala səfirlərini orada vəkili qoymuşlar onun yanında. Bu Paşinyan hakimiyyəti bütün gücü ilə demokratları dəstəkləyirdi. Trump da xarizmatik adamdır. Yəni o həm də şəxsi məsələlərdə önə çəkəndir. Yəni mən istəməyən adamı dövləti qoyur kənara, şəxsən də dövlət siyasətində ona şəxsin üzərinə gətirə bilər. Amma baxın, sonunda Ermənistanla olan məsələlərdə Birləşmiş Ştatların da siyasətində bir yumuşalma baş verdi və burada düzdür, fakt yaradan Azərbaycan var. Amma onu demək istəyirəm ki, bu lobbilərin həm də olduqları ölkələrdə dayaqları, dövlət rıçaqları da var. Biz nələri gördük parlamentdə, Birləşmiş Ştatlar Senatda, Konqresdə kimlər həbs atılan da oldu, korrupsiyanın içərisinə çıxan oldu. Onların bir çoxu birbaşa Ağ Evə, prezident idarəsinə təsir olan şəxslər idi. Biz bunu Fransada görmədikmi? Rusiya özlərinə düşən öhdəliyi yerinə yetirmədi. Orada 4000 əskəri var idi. Azərbaycanla savaşda öhdəliklərini icra etmədi. Biz olmasaydıq, yəni Ermənistan daha pis vəziyyətə düşəcəkdi. Kim deyirdi bunu? Əlimizdən gələni etdik Ermənistan üçün. Macron bunu söyləyir. Amma edə biləcəyimiz əslində onu demək istədi. Bu qədər idimi, yəni bu cür səsləndirmək istədi. Emmanuel Macronun, Fransa prezidentinin, o cümlədən Avropanın bəzi ölkələrindəki dairələrin, xüsusilə marginal dairələrin bu hərəkətləri necə qiymətləndirirsiniz? Bəzi analitiklər deyirlər ki, Rusiyaya qarşı Ermənistan üzərinə ikinci cəbhə açmaq istəyirlər, vəziyyəti gərginləşdirib və çünki Rusiyadan da çox sərt bəyanatlar səsləndirilir. Ermənistanın səfiri çağırılıb, Xaricilər Nazirliyinə notalar verilib. Yəni bütün günü necə deyirlər, vurha-vurdur. Belə əgər desək, gərginlik mövcuddur artıq. Çox böyük gərginlik var. Riskləri bizim millət vəkilimiz necə görür? Birləşmiş Ştatlarla münasibətlərə baxdıq, Fransa dedik və Rusiya ilə olan əsas məsələ. Risklər ortadadır. Açığı Paşinyanın Vabanka getdiyi də görünür. Düzdür, iqtisadi tərəfdən Rusiya ilə əlaqələr durur və artmaqdadır. Amma açıq aydın artıq bu oyun deyil. Konkret olaraq siyasi vektorun qərbə tərəf çevrilməsi ortadadır və bu Rusiyanı qıcıqlandırır. Bugün əsas məsələ Ermənistan iki qütbə güvənir. Birinci, bu qərbdir, hələ ki qərbdir. Amma daha doğru düşünsə, birincini bu tərəfə döndərməlidir. İkinci güvəndiyi tərəf Azərbaycan-Türkiyə tandemidir ki, Ermənistan üçün bu vacibdir. Burada Türkiyə də Avropadır. Türkiyə Avropa üçün çox vacib qapıdır və Avropa üçün çox vacib faktor ölkədir və təbii ki, açar ölkə isə Azərbaycandır. Mən qeyd etmişim, Azərbaycan tərəf deyil. Azərbaycan həm də regional moderatordur burada. Azərbaycanın burada çox ciddi rolu mövqeyi var. Bugünkü Ermənistanın, real Ermənistanın çevrilməsi üçün əsas fakt Azərbaycandır. Baxın, Ermənistan seçkilərində təbliğatçılar, iqtidarın da, müxalifətin də bir saatlıq mitinginin yarısı Azərbaycan prezidentinə həsr olunur. Onunla bağlı. Çünki Azərbaycanın həm də burada artan gücü bu gün Ermənistan siyasətinə kifayət qədər sirayət eləyir. Rasional baxanlar, real baxanlar anlayırlar ki, Azərbaycanın yaratdığı reallıq bu gün Ermənistan üçün nəfəslikdir,
hava sudur. Amma revanşistlərin də olduğu bəllidir, ortadadır və onların Amma hər ikisi də bizim gücümüzdən danışırlar, yəni həmin mitinglərdə. hər iki tərəf, hər miting, müxalifətin Biri mitinqində qorxudur, biri də ki, yəni bəli, Azərbaycanın faydalarından gücü, danışır. Azərbaycan prezidenti liderliyi, qətiyyəti və s. Yəni Azərbaycan bu gün ortada həm də faktordur, reallığı yaradıb, qurub və bu gün Təhlükəsizlik risklərini nə deyə bilərsiniz? Yəni ikinci cəbhə açmaq istəyirlər Rusiyaya qarşı belə bəyanatlar bu məsələ, səslənir. Nə qədər realdır? qərb hal-hazırda təbii olaraq Çünki gümrüdəki baza çıxarılsın, yəni deyənlər də var. Baxmayaraq ki, Ermənistanın parlament sədri ən son açıqlamasında bildirir ki, bu məsələ gündəmdə deyil. Nə üçün bunu qızışdırırsınız? Halbuki Biz ən real kəskin Ermənistanda Rusiyaya qarşı yaşamaq ən istəyirik. kəskin danışan insandır. Bəyanatları Bu var. təbii ki, Ermənistan hələlik bu məsələ çox kəskin qopmanı istəmir, mümkün də deyil. Rusiya düşünür ki, Ermənistan Rusiyanın baş Ukrayna qarışıb, amma Rusiya həqiqətən artıq gərginləşməsi artıq pikdədir. Rusiyanın qırmızı xəttləri deyirik, yaxınlaşır. Çünki açıq-aydın bəyanatlar var. İki stulda oturmaq mümkün deyil. Ermənistan qərbə inteqrasiya olunmaq istəyir. Qərbin modelidir Paşinyan və özünün onun öhdəliyi var, onu icra etməlidir. Amma Rusiyanın tamamilə qopmaq hələ mümkün deyil. Rusiyanın buyurun da bitirin. Tamamilə Rusiyanı Ermənistan çıxardıb, Rusiyasız bir Ermənistan qurub, tamamilə qərb dövləti olması mümkün hələ görünmür. Bəli. Vaxtımız çox az qalıb. Bir şey əlavə etmək istəyirəm. Amma qısa Anar müəllim. Birincisi, bəli, onu qeyd edeyim ki, cənab prezidentin hər bir çıxışı, hər bir fikri Ermənistanda çox ciddi bir dalğalanmaya səbəb olur siyasi mühitdə və Ermənistan cəmiyyətinin, Ermənistan siyasi elitasının siyasi proseslərə yeni bir axım vermiş olur. Bunu mən hər çıxışdan sonra sosial şəbəkələrdə Ermənistan mətbuatına xüsusilə də bunu müşahidə etmək olur. Azərbaycan prezidenti cənab İlham Əliyevin son çıxışı, stat da verdik verilişdə. Zəngilandakı. Bəli, Zəngilandakı çıxışı Ermənistanda nəinki sosial şəbəkələrdə, hətta hakimiyyətə yaxın mətbuatda belə çox geniş şəkildə işıqlandırıldı, yayıldı. Azərbaycanın Ermənistanın müstəqilliyi ilə bağlı fikirləri, əraziləri ilə bağlı fikirləri çox geniş şəkildə təbliğ edildi, yayıldı. Maraqlı bir sual nədən ibarətdir? Qərb güclərini, Avropa Parlamenti Azərbaycan əleyhinə bu kampaniyanı niyə məhz indi, niyə məhz Ermənistanda keçirilən seçkilər öncəsi bunu səsləndirir? Bax, maraqlı məqam bundan ibarətdir. Çünki biz deyiriksə ki, Ermənistan qərb yönümlü cəmiyyətdir, qərb yönümlü bir dövlətə çevrilir. Onu da deyindi Anar müəllim. Ermənistan baş naziri cənab Paşinyan özü də həmin parlamentdə çıxış edib, yəni münaqişə bitib, Qarabağ mövzusu bağlanıb deyib. Halda Ermənistan rəsmiləri bu açıqlamalar verirlər eyni mövzuda. Bəs onların məqsədi nədir belə olan halda? Maraqlı bir fikirdir ki, qərb yönümlü bir hakimiyyət kimi qəbul edildiyi halda, bəs o halda qərbdə bəzi dairələr, və yaxud dediyiniz kimi o marginal dairələr nə üçün bu qətnamələri qəbul edir? Burada təbii ki, bir neçə istiqamət var. Birincisi, Azərbaycan hakimiyyəti, Azərbaycan cəmiyyətinə təzyiqlərin göstərilməsi, haqsız deməli, mövqedən çıxış edərək Azərbaycanın yaratdığı reallıqların mübahisələndirilməsi və s. Bu məsələlər var. Bunu dəfələrlə biz danışmışıq. Amma vacib məsələlərdən biri, məhz indi olmasının vacib məsələlərdən biri Ermənistan hakimiyyətinə təzyiqin artırılmasıdır. Çünki Ermənistan hakimiyyəti, sizin də qeyd etdiyiniz kimi, istənilən platformada artıq ağzını açarkən birinci cümləsi Azərbaycanla əməkdaşlıq, Azərbaycanla sülh münasibətlərinin qurulması, Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi, Türkiyə ilə sərhədlərin açılması və s. bunun üzərində dayanır. Qərbdə bir çox dairələr bunu qəbul etmək istəmir. Ona görə də bu qətnamələri qəbul edərək Ermənistandakı həm də revanşist qüvvələrə inanan insanların şuurunu onu yeritmək istəyir ki, Qərbdə hələ də bəzi dairələr bizim həmin o böyük Ermənistan, Miatsun və s. xəyallarımızı, xülyalarımızı reallaşdırmağa dəstək verə bilər. Ona görə də biz Paşinyana deyil, tutaq ki, filan qüvvəyə dəstək verməklə, ona səs verməklə, ona hakimiyyətə gətirməklə Qərbdən dəstək ala bilərik. Rusiya ilə cəbhə məsələsindən də bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz, Rusiya heç bir halda Ermənistanda indiki şəraitdə mənimlə gəlir ki, hakimiyyət dəyişinə getmək istəmir. Çünki indiki hakimiyyət bütün ritorikalarda anti-Rusiya mövqeyi sərgiləsə də Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vura biləcək addımlar atılmıyor. Bir daha təkrarlayım, ritorikada var, real addımlarda bu yoxdur. Hətta biz rəsmilərin dilindən Rusiya ilə münasibətləri biz inkişaf etdirəcəyik, gücləndirəcəyik. Bundan sonra da bu münasibətlər bizim üçün həyati əhəmiyyətlidir kimi fikirləri, o fikirləri də eşitməkdəyik.
Amma mənə elə gəlir ki, Monsieur Macronun məqsədi həm də gərginliyi Əlbəttə. artırıb ikinci cəbhə açıb, hətta Əlbəttə, Rusiya-Türkiyə görürsüz- toqquşmasına qədər Təbii ki, getmək. sərhədə Siyasətdə bu da var. görürsüz, təbii ki. Ermənistana səfəri zamanı da Türkiyəyə keçmək istəyirdi. Belə bir təxribata da gedirdi məqsədli şəkildə ki, görürsüz, Türkiyə bu addımlara belə getmək istəmir. Yaxud da gedəcəkdisə Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməyə çalışırdı. Bütün addımlarda xidmət nədir? Cənubi Qafqazda formalaşmaqda olan sülhə müəyyən zərbələr vursunlar. Bəli. Biz yəni indi Amerika prezidentinin Çinə səfəri haqqında danışdıq. Cənab Trump NATO-nun İran məsələsində yəni kənarda qalmasını ciddi şəkildə tənqid edirdi. İndi NATO-nun baş katibindən mən düşündüm ki, yəni bu da maraqlı olacaq müzakirə etməyimiz. Mark Rutte'dən bir açıqlama var. Gəlin səsləndirim onu. NATO-nun Avropalı müttəfiqləri Hörmüz boğazının blokadası səbəbindən Amerika Birləşmiş Ştatları və İran arasında yarana biləcək eskalasiya ehtimalına qarşı qüvvələrin və kritik imkanların yaxın şərqə köçürülməsini müzakirə edir. Hazırda növbəti mərhələ üçün zəruri olan kritik vacib imkanların bilavasitə boğazda deyil, əməliyyat zonasının yaxınlığında əvvəlcədən yerləşdirilməsi üçün böyük işlər görülür. Birləşmiş Ştatlar Avropalı müttəfiqlərindən regiondakı vəziyyətə görə üzərlərinə daha çox məsuliyyət götürmələrini tələb edir. Bu təşəbbüsü təxminən 40 ölkənin iştirakı ilə Fransa və Böyük Britaniya əlaqələndirir, deyir cənab Rutte. Elnur müəllim, nə deyərdiniz? Bu əslində bilirsiniz, bu Avropa İttifaqının özünün artıq təhlükəsizlik Cənab sisteminin İstəyinə çatdırmı, yoxsa? Xeyr, bu əslində Avropa İttifaqının dediyim kimi öz şəxsi, yəni deyələ fərdi olaraq təhlükəsizlik sistemini qurmaq cəhdidir. Buna qədərində NATO daha çox İranla ABŞ və İsrail arasındakı müharibəyə cəlb edilməyə cəhd göstərilirdi. Trumpın istəyi bu idi. Amma NATO isə buna qoşulmadı. Birbaşa, yəni Avropa İttifaqı da bundan vaz keçdilər. Çünki bu münaqişə, orada baş verən vəziyyət Avropa İttifaqının heç də lehinə deyil idi. Əksinə, onun iqtisadi imkanlarını daraldırdı və bu gün də daraltmaqdadır. Çünki Avropa İttifaqının ən böyük enerji mənbələrindən biri Körfəz ölkələridir. Və Körfəzdə baş verən bir növ düzünlər, gərginliklər bilavasitə Avropa İttifaqı üçün də böyük təhdidlər. Yəni NATO müdaxilə mi edir? Sual odur. Xeyr, NATO sadəcə bu məsələyə Amerikanın lehinə deyil, Amerika xeyrinə deyil. Sadəcə Avropa İttifaqının xeyrinə burada. Burada Elnur müəllim, yenə davam edərsiniz. CNN-dən bir açıqlama var. Məncə sizə dəstək olacaq bu açıqlama. Nə deyir CNN? İsrailin narahatçılığı ilə bağlıdır. Onu da rejissor xahiş edərdim. Yəni ekrana versin. Mən istəyərəm onu da səsləndirim. İsrail Ağ Evin rəhbəri Donald Trumpın qarşı durmaya səbəb olan bir sıra prinsipial problemləri diqqətdən kənarda qoyaraq İranla razılaşmaya gedə biləcəyindən ciddi şəkildə narahatdır. Tehranın nüvə proqramının qismən qorunub saxlanılacağı, ballistik silahlar və regional müttəfiqlərə dəstək məsələlərinin isə həll olunmamış qalacağı razılaşma İsraili İranla qarşı durmanı başa çatmamış kimi qəbul etməyə məcbur edə bilər. Ona görə də İsrail danışıqlar prosesinin pozulması ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətində qalmaqda davam edir. Mən istərdim ki, New York Times-ında New York Times-da da bir açıqlama var. Onu da biz gəlin rejissor versin ekrana. Nə deyir? İran tərəfi öz raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır. Üstəlik, onların 90%-i normal rejimdə fəaliyyətini davam etdirir. Tehran Hörmüz boğazının sahili boyunca yerləşən 33 raket mövqeyindən 30-u üzərində operativ nəzarəti bərpa edib ki, bu da strateji əhəmiyyətli dəniz dəhlizindən keçən Amerika hərbi gəmiləri və neft tankerləri üçün potensial təhlükə yaradır. Kəşfiyyat qiymətləndirmələrinə əsasən İran əvvəlki kimi ölkə ərazisindəki mobil raket komplekslərinin təxminən 70%-nə sahibdir və müharibədən əvvəlki raket silahı ehtiyatlarının təqribən 70%-ni qoruyub saxlayıb. Təqdim olunan məlumatlar İran silahlı qüvvələrinin darmadağın edildiyini və artıq heç bir təhlükə kəsb etmədiyini iddia edən Birləşmiş Ştatlar prezidenti Donald Trumpın və Pentagon rəhbəri Pete Hegseth'in açıq şəkildə verdiyi təminatları şübhə altına alır. Özəlliklə də son cümləyə diqqət edərək Elnur müəllimdən təhlil alır. Görürsünüz ki, açıq şəkildə Trumpın mövqeyini şübhə altına qoyur New York Times-da. Yəni Qərb eləcə də NATO'nun bugünkü gördüyü təşəbbüsü. Xatırlayırsınız, bir yenə haşiyə çıxım.
Avropa İttifaqı bundan əvvəl hətta Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı bir məsələni ortaya qoymuşdu. Hətta Almaniya artıq silahlanmaq, daha çox ciddi şəkildə müharibəyə hazırlaşmaq, daha çox yəni Rusiyadan gələcək təhdidlərin qarşısını almaq üçün Fransada hərbi xidmətin ciddi tədbirlər artıq görməyə başladı. Və bunun paralelində eyni zamanda NATOdan artıq ABŞ dəstələrinin, qruplarının çıxarılması ilə bağlı da xəbər meydana çıxdı. Yəni bu proseslər bilirsiniz, bunun zəncirvari davamıdır. Bu günləri NATOnun bu məsələyə müdaxilə etməsi Amerika Birləşmiş Ştatları əsla müdafiə etmək və yaxud ona dəstək olmaq deyil. Əksinə, Avropa İttifaqı da NATO da ilə birlikdə Amerika Birləşmiş Ştatlarının bugünkü tutduğu mövqeyi qınayırlar şiddətlə. Bəs bu nə qədər, yəni bunlar mən sadəcə necə deyirəm, məlumat olsun deyə oxumadım. Çünki burada ciddi şəkildə qarşıdurmanın göstərisi. NATO nə qədər ciddidir bu məsələdə? Yəni İrana qarşı hər hansı hərbi əməliyyatlarda iştirak edərmi, edəcəkmi? Trump öz mövqeyindən geri çəkilənə qədər ciddi olacaq. Trump nə qədər ki NATOya qarşı öz ritorikasını gücləndirəcək, nə qədər ki artıq NATOya ehtiyacım yoxdur deyə bu ifadələrin üzərində möhkəm dayanacaq. NATO da artıq yavaş-yavaş öz təhlükəsizlik çətrini formalaşdıracaq və Amerika Birləşmiş Ştatlarından yavaş-yavaş qırılmaq mövqeyinə gəlib çıxacaq. Çünki Amerika Birləşmiş Ştatlarının əsas perspektivləri Rusiya müharibəsindən qaçmaqdır və NATOnun da cəlb etdiyi tərəf budur. Yəni bilirsiniz, burada paradoksallıq var. NATO onu Rusiyaya qarşı cəlb edir. Digər tərəfdə isə Trump isə onu özünü Hörməz boğazında, daha çox Körfəz bölgəsində müdafiə üçün çağırır. Yəni bir-birlərinə tam zidd olan bir fikir burada meydana çıxır. Ona görə də tərəflərin burada toqquşan mövqeyi, yəni ziddiyyət yaradan mövqeləri nə qədər ki davam edəcəksə, Trump nə qədər ki NATOnu qınayacaq və ona ehtiyacı olmadığını ifadə edəcəksə, bunun üzərində dayanacaqsa, təbii ki NATO ciddi şəkildə, həqiqətən də real olaraq artıq özünün öz hərbi qüvvəsini Avropa İttifaqı ilə yaratmış olacaq. Amma bir məsələni diqqətə çatdırım ki, həqiqətən də əslində Trumpın atdığı bu mövqeyi, yəni tutduğu bu mövqeyi Avropa İttifaqı üçün çox böyük bir dividend gətirmiş oldu. Avropa İttifaqı illər boyu bu günə qədər öz zəif tərəflərini gördü aşkar şəkildə və artıq hiss etdi ki, bundan sonra artıq Amerikaya söykənmək və ondan mədəd diləmək boş bir, faydasız bir məsələdir və bugünkü gündə o boşluqları artıq doldurmaq istiqamətində həm NATO, həm Avropa İttifaqı ölkələri artıq ortaq olaraq bir geniş bir perspektivdə planlar cızmağa başlayırlar. Mən düşünürəm ki, yəni budur, proseslər bundan ibarətdir və orada qeyd olunan da bunu əks elətdirir. ABŞ prezidenti çox uğurlu bir gediş edərək hərbi əməliyyatları dayandırıb İranı iqtisadi blokadaya aldı, xüsusilə də dəniz limanlarını blokadaya aldı. Bundan sonra İranla yanaşı, İrandan, Körfəz ölkələrindən neft hasil edən, neft əldə edən, demək, ixal edən ölkələr ciddi şəkildə təzyiq altına düşdü. Bu yalnız Çin deyil, bayaq Çinlə bağlı danışdıq, bu yalnız Hindistan deyil. Xüsusilə də Avropa bazarları, məsələn, Körfəz ölkələrindən, Küveytdən istehsal olunan neftin böyük bir hissəsi, səhv etmirəmsə 90%-ə yaxını Avropaya deməli yüngül neft kimi təyyarə yanacaqlarının istehsalı baxımından Avropa əldə edirdi. Çox qiymətlər kifayət qədər bahalaşıb. Bəli, NATO girirmi münaqişəyə? Yəni budur, sual budur. Bəli, həmkarımdan fərqli olaraq mən hesab edirəm ki, NATO artıq atdığı addımların onun üçün nə qədər zərbə, nə qədər zərər gətirdiyini görür və ona görə də mümkün qədər artıq ABŞ-nin də təbii ki öz maraqları var. Həm də ABŞ-nin maraqlarına xidmət edən addımlar atmaq məcburiyyətində qaldığını bilir və hesab edirəm ki, bu Trump administrasiyasının atdığı addımların bir aydan sonra doğurduğu çox müsbət effektiv nəticələrdir. Belə deyirsiniz. Siz necə hesab edirsiniz? NATOda əslində qərarlar konsensus əsasında qəbul olunur. Misal üçün İspaniya, Türkiyə bu məsələlərdə hansı mövqeyi tutacaq? Yəni indi buradakı ekspertlərimiz vurğulayırlar ki, fərqli mövqedə olsalar da NATO artıq proseslərin iştirakçısıdır. Yəni, münaqişənin tam mərkəzində qala bilərmi? Yəni, qısa müddətdə. İsrailin də görürsünüz verdiyi bəyanatlar da ortalıqda. Mən də düşünürəm ki, konsensus olmayacaq. Burada bir neçə ölkə bunun əleyhinədir və Birləşmiş Ştatlarla İran arasında və İsrail arasında münasibətlərdə İsrail faktını unutmayaq. Tam doğru söylənilir. İsrail narahatdır. İsrail məqsədləri çatılmadığını görür. Ona görə də Birləşmiş Ştatların hər hansı bir məsələn yüngülləşdirərək kənara durması İsrail üçün arzu olunmazdır. Amma NATOnun burada tamamilə bir yumruq altında birləşərək mübarizə aparılması inandırıcı görünmür. Bəli, risklər nə qədərdir? Çünki bilirik ki, İran ciddi şəkildə Avropa ölkələrini təhdid edir.
Yəni həm raketlərlə vuracağı ilə bağlı bu nə dərəcədə mümkündür? Yəni onu istərdik soruşaq. Təbii ki, o təhdidlərdir, o real deyil. Yəni Böyük Britaniyanın misal üçün baş nazirinin ən son açıqlaması var idi ki, yəni biz istəmədiyimiz, arzulamadığımız bir münaqişəyə girmək istəmirik. Avropanın burada əsas problemi, narahatçılığı bu münaqişə Rusiya-Ukrayna müharibəsinə olan məsələni arxa tərəfə keçirilməsidir. Avropa özünün taleyi ilə narahatdır və bu taleyin başında olan problem Rusiyadır. Rusiya ilə Birləşmiş Ştatlar yanlarına görərək haqq hesab çəkmək istəyirlər. Birləşmiş Ştatların körfəzə gəlməsi və burada başının qarışması, hətta NATO-nun digər üzvü ölkələri ora çəkməsi Avropa İttifaqında olan NATO üzvlərini tamamilə qane etmir. Bəli, amma İsrailin buradakı mövqeyi eşitdiniz, yəni Bəli. Tam mən dəstəkləyirəm o fikri. Bitməyib münaqişə deyir, yəni hətta daha sərt ritorika ehtiva edən açıqlamalar var. Əksinə İsrail narahatdır ki, yəni NATO bu riskləri görmürmü? Suallardan biri də bu. Görür. Amma hal-hazırda NATO olaraq biz Birləşmiş Ştatlar söylesək bunu görür. Amma NATO'nun digər ölkələri olan, Kanada da artıq Avropanın yanındadır. Hətta Kanada. Yəni Avropa İttifaqında olan, amma NATO üzvü olan ölkələr hal-hazırda Avropanın taleyi ilə daha çox narahatdırlar və taleylər onlar Rusiya-Ukrayna müharibəsində Rusiyanın dominantlığını və Ukrayna üzərində tam qələbəsini arzulamırlar, çünki növbəti hədəf özlərini görürlər. Ona görə də hal-hazırda Birləşmiş Ştatların körfəzdə ilişərək uzun müddətli qalması və NATO-nun da həm bataqlığa salınmasını onlar arzulamırlar. O riskləri görürlər, onlar hal-hazırda əsas prioritet Birləşmiş Ştatları onların yanında olması Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək verməsi məsələsidir ki, bunda cənab Trump etmir. Təşəkkür edirəm. Avropanın artıq bəzi liderləri vaxtilə heç bir halda Rusiyanı qəbul etməyənlər Rusiya ilə rəsmi Kremllə birbaşa danışıqlara başlamalıyıq kimi fikirlər səsləndirirlər. Bəli, Vüqar İskəndərov, Anar Əliyev, Elnur Ənvəroğlu, hər birinizə təşəkkür edirəm. Maraqlı müzakirə oldu, düşünürəm. Əziz tamaşaçılar, Prezident Trumpın Çin səfəri, gözləntiləri müzakirə etdik. Eyni zamanda Ermənistanda seçkilər yaxınlaşır, revanşistlərin bəyanatları var, müharibə hətta edəcək, Azərbaycanla bu cür fikirlər də səsləndirilir. Ermənistan tərəfindən ölkəmizin mövqeyini, o cümlədən Çin Birləşmiş Ştatlar danışıqlarında Azərbaycanın əhəmiyyətini də müzakirə etdik. İran ətrafında cərəyan edən proseslər də diqqətimizdən kənarda qalmadı. Düşünürük ki, sizin də üçün də maraqlı oldu deyərək proqramımızı yekunlaşdırırıq. Sağ olun, gəlin görüşlərdə.